Biraz üstüne getdi, amma bilmək olmur da. Hislər lazımdır. Getdikcə qaranlıqlaşırıq. İkimiz də tutulacaqsan nə axır. Qalma bu qədər saç baş, əzizdir hər qala hər baş. Gəlmişiz ay qardaş. Salam qardaş, salam. Hoş geldin. Demek otur. Elnur kardeş bizi bugün gezdirəcək Mehtabadda. İnşallah. İnşallah. İlk önce qeyd edeyim ki, bizim layihə RMB Qrup, M Parfüm 2 qrupun dəstəyi ilə Tərsiyə gəlir. Bundan qabaq bu zonaya çəkmişdik. Əgər baxmaq istəyən olsa, keçsin yuxarıda mən keçib qoyacağam. Oradan bu zonaya baxa bilərsiniz. Getdik. Bura Mehtabadın mərkəzi sayılır. Aha. Və mərkəzdən başlayaq inşallah. Sağ, sol, hara tanınmış yerdir, nədir, nə deyil. İnşallah Allahın izniyle diyərək. Orada cümləsi görsən. Ekarnidir. Ekar. Haradasa 95'dən fəaliyyət göstərir ora. Mən özüm də burada doğulub böyümüşəm. Siz neçənci ildə? 89.989 saat olsun. Mehtabad səhv eləmirəmsə 57-dən başlayıb salınmağa da. Sovet dövründə. Tarixin yalan deyərəm qardaşım, amma bir nömrəli safız olub. Üzümçülüyü safız olub. Ensiklopediyada qeyd olunub. Bir nömrəli safız, 2 nömrəli safız. Sonra Mehtabada ad verildi. Mehtabad o vaxt safız direktörü Novxanlı idi. Mehdi Hüseynzadənin xatirəsinə Mehdiyabad adı verildi bu qəsəbəyə. Bu qarşıda gördüyümüz Mehtabad Bələdiyyəsidir. Bu bina yox, sağdakı? Soldakı bina Mehtabad, sağdakı polis idarəsi. Bu da burada şəhidlərimizin abidəsinə yaxınlaşaq. Biz onda ilə qabaqdan gedirik. Buradan gidirik. Bu bizim bayaq gördüyümüz helikopterdir. Bu Salam aleyküm. Sağ olun, sağ olun. Necə kəndimizin aksakallarıdır. Çox yaxınlar. Çəkə bilərsən onu. Bəli. Allah rəhmət eləsin cəmi Allah şəhidlərimizə. bütün şəhidlərimizə Burada rəhmət eləsin. birinci Qarabağ müharibəsi şəhidləri də var. İkinci Qarabağ müharibəsi şəhidləri də var. Geçək panorama mənzərəsini təşəkkür İnşallah. Həbib də bizim dostumuzdur. Həbib də bizə bugün kömək eləyir Mehtabadı gəzməkdə. Həmişə siz gələsiniz. Çox sağ olun. Mehtabad qədim qəsəbə deyil, amma öz ənənələri var. Yaxın zamanda, o tez qısa müddətdə də olsa öz ənənələrin həqiqətən qurarlı. Ən azından bir 100 il sonra artıq Mehtabad da digər kəndlər kimi, qəsəbələr kimi qədimləşəcək. Allah, bismillah. O təzə Buyurun. Çox sağ olun. Nə gözəl. Qəşəng. Güzeldir. Burada yeni inşa edilib. Bura mədrəsə dediniz Evet. orada. Birinci mərtəbəsi də bizim hazır. dəsnəmaz. Yəni köhnə Mehtabad. Ha, köhnə məktəbə. Biraz danışdı, söylədi. Getmə olar. Salam aleyküm. Aydın necəsən? Xoş gördük. Salam, hacı, xoş gördük.
Kəndimizin Ne diyorsun, ne var mı? Benim var. Dostlarımız geldiler Mehtaba takımda geçer. Gəlmişik, qəşəng bir iş çəkirlər. Allah razı olsun. Aydın əmidir, Hacı Aydın əmi. Məscidin, Mehtabadın köhnə sakinlərindəndir və məscidə də ən belə köhnə zamanlardan uzun müddət gələn gedən adamdır. Gördüyünüz bu yaşıllıqların çoxunda kişinin zəhməti var, əməyi var, sağ olsun, var olsun. Gözəl insanlar. Türkiyənin Diyanət Vakfı onlar elə bil, onların maliyyəsi ilə tikdilər. Mehdi müəllim var idi. Burada Elmura da, mənə də, biraz Aydın əmgilə də ola bilər ki, Quran öyrədir, riyaziyyət öyrədir. Böyle maraqlı bir adam idi. Onun sayəsində o dövrdə elə dövr idi ki, hələ İslamı təzə-təzə burada qavrayırdı insan. Burada məscid olmayıb da onlar. Məscid əvvəldən oldu. Qəsəbə salınanda olmuyor. Çünki Sovet dövrü kimi məscid ikən müstəqilliyimizdən sonra hardasa 96-da, 95-də başlandı. 99-2000-də bitdi. İkilisi bitdi. Biraz bu nə bilim taxtasında, daşında biz də kömək eləmişik bax. Yüngül var idi olsa da indi. Şar idi. Şar idi. Əsas bugünkü bu gözəlliyi bu kişilər yaradır. Qrup var da, indi yaradan Allahdır. Namaz vaxtlarında əməli başlı adam olur. Adamlar gəlir. Günə həyət də dolu olur. Onlar şeydir. Bura yəni fəaliyyətdə olan məscid. Həbib gəlirsiniz. Gəldim axı. Orada sizin yuxarıda aşağı çıxanda şey ayaqqabı. Elə. Bu getdikcə darlaşır. Doğru. Mən yox da yəni ən darı o qədər. Etibarlıdır da yəni bu. Aşağı edən faranın peşində olur. Burada çıxıram. Biz indi bu minarəni düşürük aşağı. Çıxanda təcrübəmiz yox idi deyə kadr yarıda kəsdik. Çox dar bir minarədir. Daha doğrusu yuxarı çıxdıqca darlaşır. Baxın, görürsünüz ayaqlarını. Elə iki ayaqlıq yer var yəni burada. Təbiidir çünki bunlar bu minarələr türk üslubundadır deyə. Türk üslubunda olan minarələr getdikcə daralır da yuxarı getdikcə. Biraz qaranlığa düşürük. Gözdə. Biz seyirik değil mi? Lazım değil. Yo, hisslə lazım deyil. Getdikcə qaranlıqlaşırıq. Ala. Aşağıya işıqlaşır. Ala, sən işığın mənə də düşəcək də bildin. Yarım dairədən sonra işıq. Bir əlimlə bax, Emil, mənə bax. Bir əlimlə soldan tut, düşərsən rahat. Abi bizim fədakar videografımız. Tək böyle. Bəli. Çatır sən də. Bax, tərimizə baxın. Mən özümü də qoy çəkim. Beləyəm belə bir vəziyyətdə. Bura xanımlar üçün olan yerdir, 2-ci mərtəbədir. Buradan deyil ona görə. Yaşadan görünməsin deyə. Bura təzədir. Təzə tikilib, təzə düzəldilib, yeni istifadə edilib. Gözəl dəstəmaz yeri var burada, həqiqətən də möhtəşəmdir. Əlimizi, biraz üstümüzü görürük. Uzaqbaşı qutlarını çıxardacaq.
Pis bulaşmışam hə? Durma. Mən Yolumuz görə Elnur qardaş bizi hara aparır? Bura Mehtabat ambulatoriyasıdır. Aha. Belə. Yanında yaşayış sahəsi. İkinci mərtəbəsi musiqi məktəbidir. Mən özüm də orada təhsil almışam vaxtı 95-ci ildə. Burada mən oxuduğum 2 saylı orta məktəbdir. Amma Mehtabatda əhali artdıqca məktəbə tələbat artdığına görə məktəbin sayları artıb. Aha. Neçə məktəb var? Əvvəllər hal-hazırda 5 məktəb var. Lab əvvəllər 1 nömrəli məktəb, 2 nömrəli məktəb, sonradan 3, 4, 5 inşa edildi. Biz indi buradan gedəcəyik. Buranı gəzəndən sonra gedəcəyik Mehtabadın stadionuna. İnşallah. 1 saylı orta məktəb. Mehtabadın qədim küçələrindən biridir. Cəfər Cabbarlı, qabaqda Koroğlu. Bu Mehtabadda əsasən hansı bölgənin adamları yaşayırlar? Əsasən Qərbi Azərbaycan, Aha, Laçın, Naxçıvan. Naxçıvan. İndi amma sonradan hər tərəfdən gələnlər oldu. Binalar inşa edildi. Şəhərdən bura axın yüksəkdir. Koroğlu bir sağ tərəfdə idi, döndü Bəli. Koroğlu 2-yə. Bələdiyyə filan necədir, nəzarət edir buralara, yoxsa yəni asfalt olsun və yaxud da digər o kommunal problemlər olsun. Ümumiyyətlə burada necədir o vəziyyət? Mehtabadın təmizliyinə yüksək nəzarət yetirilir. Yəni maşınlar ayrılıb, küçələri gəzirlər. Onu deyə bilərəm. Qaz, su, işıq problemi demək olar ki, Mehtabadda yoxdur. Mehtabadın o park bayaq olduğumuz yerdə, ora 1 ildən bir remont olunur, restavrasiya olunur. Belə də yəni gücləri, maliyyə nə qədər ki ayrılır, bir o qədər də sərf olunur Mehtabada. Pis deyil, şükür Allaha yaxşıdır. Sizi indi bir yerə aparım. Mehtabadın şərab zavodu. Bayaq demişdim, üzümçülük. Vaxt ikən bura Bəli, üzümçülük sahəsi olub. 1 nömrəli üzümçülük sahəsi. Bura zavodun Bəli, girişidir. Mehtabad şərab zavodunun Abşeron şərab şeridir bura. Köhnə dövrün adamları siz deyən kimidir. Yəni hər yerdə necə, burada deyirlər. Burada da yəni demək olmaz ki, yəni tam müasir fikirli adamlardır. Yəni köhnə ənənəni də qoruyub saxlayan var. Yəni gənc nəsil yetişir də. Müasir fikirli olanlar da var. Nə yoxdur? Mehtabadda nə yoxdur? Bəzi küçələrimizdə rahatlıq yoxdur, necə deyərlər, yəni asfaltla təmin olunmuyor. Bir çox küçələrdə var, amma hardasa demək olar ki, 60-ın 40-adır, 40% küçələrimiz burun tavoydur. Burada Mehtabadın köhnə küçələrindən biridir. Dörd saylı tam orta məktəbdir. 2011-12-ci illərdə inşa edilib. 1500-ə yaxında təhsil alan uşaq vardı. 1500-ə yaxın şagird. Geniş məktəb. Deməli, Dostlar gedirik bax stadiona. Əbib qardaş da oradadır. Stadion girişidir bura.
Amma çox heyif ki, təmirsiz şəraitdədir, baxımsız. Amma bu stadionun bir tarixi var. Mehdiyabad Bakı kəndləri kimi elə qədim tarixi yoxdur. 1956-cı ildə üzümçülük savxozu olaraq yaradılıb, qurulub. 58-ci ildə də ilk evlər 2 mərtəbəli olub, səhv eləmirəmsə. Onlar tikilib, hazırlanıb. Savxozda işləyən, üzümçülük savxozunda işləyən adamlar gəlib bura. Həmin dövrdə bu qəsəbə qurulub. Ondan bir neçə müddət sonra məktəb tikilib. Məktəbin də nəzdində bu stadion, bu futbol meydançası. Bu xüsusən mənim yaralı yerim. Həqiqətən Mehdiyabadın böyük əksəriyyətinin dərdidir. Doğrudan burada futbol bir ənənəsi var. O xarakter var da burada. Belə deyim ki, Azərbaycanın bir 15-20 il qabaq rəsmi çempionatda yeganə qəsəbədir ki, 2 rəsmi komandası, bir qəsəbənin 2 rəsmi komandası səhv eləmirəmsə Bakı birinciliyi olaq, biz uşaq idik. Ondan əlavə Sovet dövrü neftçisində, ondan sonraki müstəqillik dövrümüzdə olan Premier Liqamıza bir çox oyuncu buradan çıxıb. Biri Sovet dövrünün neftçisində oynayan, o vaxt yəni neftçi Azərbaycan üçün nə idi, hamı bilir də. Novruz Əzimov oldu, əmindir. Veys olub, o da Avroliqa oyunlarına can belə çıxıb. Bəxtiyar Sultanov var, indi Emin var, çoxdur, oyuncularımız çoxdur, söhbət nədən gedir? Hal-hazırda bu boyda qəsəbədə əhalimiz də çoxdur. Əhalimiz də çoxdur. İndi çəkilişlərdə görsənir ki, bir belə əhalisi olan bir qəsəbə üçün belə bir stadion, yəni çox uyğunsuz bir şeydir də. Təqribi deyirəm ki, 70-80 min əhalimiz var Mehdiyabadın. Burada bir dənə idman kompleksi yoxdur. Bir dənə idman kompleksi yoxdur, bir dənə stadion yoxdur. Olan budur. Burada da Müşfiq müəllim var, dərs keçirir, uşaqları yığırsınız, həmin məşq dövründə gələsiniz, bu baxımsız stadionda bəlkə də 70 uşaq. Hamısı həvəslidir. Mümkün deyil də, yəni o 70 uşağın içindən ildə 2-3 nəfər yüksək səviyyə çıxması. Sonra da deyirik ki, futbolumuz inkişaf eləmir. Bu yaralı yerimizdir. Yəni bölgələrdə yoxdur. Mənim dərdimdir. Mən əslində futbolist deyiləm, mən şairəm də, özünüz bilirsiniz. Bizim işimiz yazı pozudur, mahnılar falan. Amma idmana bir həvəsi olan adam kimi deyirəm də. İdman da olmayandan sonra uşaqlar nə edir, gənclər nə edir, lazımsız yolları görsən. Düzdür. Amma idmanla məşğul olan sağlam olacaq da, gözəl olacaq, bütün Mehdiyabadın ürəyinə olacaq. Yəni siz də işıqlandırmağınız çox gözəl olar, xoş olar. Yox, burada yəni stadion bərbad bir vəziyyətdədir. Burada uşaq oynasa da yəni 100% zədələnər. Burada 2 dənə qapı olmasa, 2 dənə qapı olmasa heç bura stadion demirəm. Stadion demirəm. Məncə lazımdır da. Yox, məncə yox, mütləq lazımdır. Çünki yəni hər qəsəbənin özünün stadionu olmalıdır. Orada uşaqlar yetişməlidir və biz sonra deyirik ki, niyə milli gedir uduzur, niyə məsəl üçün klublarımız uğur əldə eləyir. Hamısı da əslində elə üst-üstə yığsan bu kimi səbəblərdir də. Bölgələrdə yetişir də futbol. Şəhərdən gəlir məşqçilər, buradan seçirlər futbolçuları, gəlir izləyir burada hansı istedadlı oyuncular. Burada nə oyuncu seçimi olar? Həqiqətən də qeyri-adi istedadlı uşaqlar çıxır buradan. Stadion çıxırıq, çətindir burada yavaş sürmək. Mən deyərəm bəlkə də Bakının ən hündür yerlərindəndir bura. Çünki çıxanda görəcəksiniz, çox yeri görmək olur burada. O tərəfi də göl. Həmin düz göl. Maraqlı tradisiyonu var elə. Yaxşı deyir, Tural çəkir də. Allah razı olsun. Şəhərdə qanmır, o kəsmir. Qalma bu qədər Çaşbaş, əzizli hər qaya hər daş, düz gəlmişsiz ay qardaş. Elə bura Mehdiyabaddır, elə bura Mehdiyabaddır. Eyləməz nöqsanları, var ədəb ərkanları, Mehdiyabadın insanları, vətənçin əziz evladdır, Vətənçin əziz evladdır. Elə bura Mehdiyabaddır, elə bura Mehdiyabaddır. Cəsarət canımızdadır,
Dəyanət canımızdadır, ləyaqət qanımızdadır. Pislik bizə tam yatdı, pislik bizə tam yatdı. Elə bura Mehdiyabaddır, Qalma bu qədər çaşma. əzizdir hər qaya hər daş. Düz gəlmişsiz ay qardaş. Elə bura Mehdiyabaddır, elə bura Mehdiyabaddır. Elə bura Mehdiyabad. Mehdiyabaddır. Bura Mehdiyabad. Bura Mehdiyabaddır, bəli. Xoş gördük. Deməli, bizim çəkilişimizə dəstək göstərən Emi parfüm. Sağ olsun. Emi parfümün hədiyyəsi var. Bizə deməli, gəzdiyimiz əraziləri tanıtdıran, bizi gəzdirən insanlara hədiyyəsi var. Biz bu gün hədiyyə ilə gəlmişik. Özəl hazırlanmış ətirdir. İçini göstərəcəm. Zəhmət olun. Sağ olun, sağ olun. İndi bu hədiyyə mənim olacaq. Bəli, bəli, bəli. Bax, qəşəng belə gözəl bir Nə gözəl. kutunun içində. Özü, Gəl, gəl. özü qutusundan, qutusu özündən. Gəl, yox, gözəl. gəl yaxından çək. Gəl yaxından. Hə, gəl dirqat çək. Dirqat çək. Bax, belə bir ətirdir. Görürsüz, üstündə də bu da Emi qrupun, Emi parfümün logosudur. Burada bizim Emin Akif YouTube kanalının hədiyyə. Aynen. Və ətir də özəl hazırlanıb. Sırf Gözəl. qonağımız üçün. Bu Mən- ətir deməli, Həbibimdir, qoyuram bura Həbib. Ətirin qoxusuna baxarsan, məncə çox rəngli. Gəl, Sən lap belə siftəsini eləyək də bunun. siftəsini eləyək. Bismillah. Gel buraya, gel. Ha, bu özüm də vuracağım. Bəh, maşallah. Açıqdır adam görə. Gözəl. Yay gözəl. ətiridir o. Mən həmişə ətir kimsə mənə vuranda, hədiyyə eləyəndə deyirəm, cənnətdə ətirlənər. Nə gözəl var. Elə Emi parfuma da deyirəm, sizə də deyirəm. Var ol qardaş, sən də çəkiliş edirsən, zəhmət çəkirsiniz. Çox sağ ol. Bir də xoş gəlmisiniz. Bizim çəkilişə dəstək göstərən qruplardan biri də RMB qrupdur. Maşallah. Həbib də tanıyır o insanları. Dostlarımız da gözəl dostlarımız. insanlar. Onlar bizim dişlərimizi gözəlləşdirirlər. Bizim dişlərimizlə bağlı nə problemimiz oldu, nə çətinliyimiz oldu, qaçırıq RMB qrupunun əməkdaşlarının, həkimlərinin yanına. Tərtəmiz. Həbib də onları yaxşı tanıyır. RMB qrup deməli ağrısız, rahat, nəticə bizdə. Gözəl bir Ağrısız, rahat, slogan var. nəticə bizdə. Sən də qardaşın səhifəsini izlə. Bu da şairanədən təqdim. Uğur olsun qardaş, var olasınız inşallah. Aşağıda çoban var və xeyli axta quzusu, qoyunu var. Amma biz ora keçə bilmirik, çünki burada bir 6-7 dənə it gəldi, yığılışdılar. Düz deyə belə biraz şeylədi, qışqırdıq üstlərinə getdilər, amma bilmək olmur da itdir, heyvandır, insan deyil nəticədə. Biz ora gedə bilmirik, amma orada çox gözəl əslində çox idi. Bu aşağıdadır, tam görsənmir. Deyə orada da var qoyun quzular. Orada malqara var. Təəssüf ki, itlərə görə keçə bilmirik. Bir də məlumat ver, zəhmət olmasın. Bu o vaxt burada maqolum var. Bax, deyilənə görə buradan yuxarıdan vetalyot. Aha. Bu ne bu ne? Vetalyot bunun nəsə olub deyim, qəza olub bu deyim, nə bilim. Nəsə bezin qutarıb yenik deyim. Yenik qaşaq qolunu götürüb, dövməklə çəkib. Özü istəyib, dollaldı. Qafanlıdır, qafan. Qafan. Böyle göz açandan elə qoyun quzu otar buralıqda. Və bunu o vurub.
Xoş gəlmişik. Xoş gəlmişik. Hara gedirik? Aha. Ya Allah. Bismillah. Hə, mən o oğlanı tanıyıram. Ya Allah. Salam, salam, salam. Necəsiz? Ne var ne yok? Yaxşı olasınız. Çok şad oldum, Allah razı olsun. İyiyiz neyse satam. Ben şad oldum. Var, YouTube kanalları var. Baş kəndləri falan çəkirlər yavaş-yavaş. Ha. Mehtabat da çəkilməliydi. Onun ziyarət olması ev Hə, sənədi. hə. Şurada sən Allah sağlık versin. Başına görə. Etibar əmi birinci müharibənin canavarları. Hə, Ağlı da ikinci. 18 yaş təzə olmuş. Bak. mən görmüşəm Nurlanı. Nurlanı görmüşəm. Televiziyada görmüşəm. Zəhmətçi uşağı. Şirin dilli, bacarıqlı. Uşaqlığından atasına dəstək. Hasan dedi. Hani mətbəx oradır. Hə? Mətbəx oradır. Ha. Bura qoydum. Ne diyor? Ağlı şey saxlıdır, papalam eləyərik. Kardeşimiz diye. Ha, Allah şükür. ben adını atam. Bana oradan kaldı. Oradan ben kaldı. Yani şuraya oluyor. Gəl bizə biraz öyrət, nəsihət. Biz nətər eləyək, yaxşı adam olaq. Şəkil otu ilə ha, necədir? Yeri var ha, dağlı şəkil otusudur ya. Kəsən yox, bir Etibar əmi, xoş gördük, xoş gəlmişik. Ha, xoş gəlmişik. Sizdən Həbib çox danışıb yol boyu bizə. Dedik, sizi çəkməsə gedənmərik buradan. İstəyərdim ki, sizi tanımayan insanlara, Mehtabaddan kənar ola bilər ki, sizi tanımayan insanlara, onlara özünüzü təqdim edəsiniz, özünüz haqqında məlumat verirsiniz. Belə mənim adım Ağakiyev Etibar Əlamdaroğludur. Mən özüm birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Bir qardaşım da İlqar vardı. O da mənimlə bir yerdə iki qardaş döyüşmüşük. Mən 94-ün fevralın 15-də Füzulidə minəyə düşmüşəm. Sol ayaq bitirmişəm. Hal-hazırda ikinci qrup Qarabağ qazisiyəm da belə götürsək. Qardaşım da veteran idi. O da
öz xəstəliyi ilə əlaqədar dünyasını dəyişdi. Özüm Bakıda anadan olmuşam, sonra Xırdalıma köçmüşük. Bir Qarabağ qazı kimi 2001-ci ildə Mehtabaddan bizə bu evi verdilər, həyət evini. Ulu Öndərin özü gəlmişdi bu evlərin açılışına gəlmişdi, təqdim elədi. Sonra da mənim Nurlan balam da Vətən müharibəsində orada iştirak eləmişdi. Sentyabrın 28-i 11-ə işləmiş, mərmi düşmüş uşaqların yanına. O da Nurlan da Ağdamda şəhid olub. 18 yaşı vardı uşağın. Mən deyirəm, qazi kimi, həm də şəhid atası kimi də belə yaşayırıq, şükür Allah. Bizim Mehtabad cəmaatından da mən demək istəyirəm, həqiqi mənada bir Qarabağ qazisi kimi həmişə mənə dəstək olublar, dəyər veriblər, qiymətləndiriblər bir qazi kimi. Sonra Nurlan da şəhid olandan sonra mənə qarşı münasibət bir başqa cür olub. İndi şükür Allah, yenə də hörmətimi, izzətimi saxlayıb cəmaat. Mehtabad cəmaatı, Abşeron cəmaatı da mənə dəstək olurlar, maddi mənəvi dəstək olurlar. Bizim Abşeron icra başçı var, Abdin Fərzəliyev. Mən Abdin qardaş deyirəm. O da mənə, ailəmə çox maddi mənəvi dəstək olur. Mənə, şəhid ailələrinə, qazilərə, veteranlara çox dəyər verir, maddi mənəvi. Allah o kişidən də razı olsun, Allah yaxşı kişilərimizi qorusun. Nurlan barəsində mən deyə bilərəm ki, Nurlan əxlaqlı uşağıdır, imanlı uşağıdır. Axırıncı kərəm mən Nurlanla danışanda sentyabr 27-si idi, müharibə başlayan gün idi, özü zəng vurmuşdu. Yəni, biraz oradan buradan danışdıq. Bir ata-oğul arasında olan söhbətlər idi. Axı dedim, ay bala da, indi müharibə atırlar, özü gözlə. Biraz belə söhbətlərimiz oldu. Bir dənə də yer dedim, ay bala haradasan, dedi, ata, ikimizi də tutturacaqsan, axır. Deyə bilmir, axı, deyimlər, tapşırımlar ki, harada olduğumuzu demir. Belə söhbət oldu. Dedi, qayıtdım ki, ay bala, indi biraz, dedim, ay bala, 3-4 dənə fındıq atıblar. Dedi, ata, 3-4 dənə elə, 304 dənə fındıq atıblar da, mərmidə, saat 9-un yarısıdır ya, bir istansiya taplatırıq. Sonra 29-u səhər idi, mən voyenkomata çağırdılar, özə hiss elədim, tutdum söhbəti. Dedilər ki, bəs Nurlan şəhid olub. İndi evdə demək lazımdır axı. Gəldim evə, qayıtdım ki, Nurlan yaralanıb. Hazırlayıram da evdəkiləri. Dedim, Nurlan yaralanıb, gedək yana, arvad bir gedək. Belə üstünə bir 2-3 dəqiqə keçəndə qayıtdım ki, bəs Nurlan şəhid olub da. Sonra cəmaat elə gəldi, elə o vaxtdan elə qonşular, zatlar, məclisləri yola verdik də, bizi tək qoymadı. Mehtabad cəmaatı, qonşularımız həqiqi mənada. 40 gün hər gün deyərəm ki, səhər saat 5-dən, 4-dən, düz axşam 2-dən, 3-dən cəmaat gəlib gedirdi də, belə. Mən demək olar ki, 40 gün evdə yatmamışım, qonşu vardı böyle, onun evində yatırdım. Evdə yer olmadı da cəmaatlarda. Yox, belə, axır belədir. Nurlanla münasibətləriniz necə idi? Ata, oğul, dost? Nurlanla belə, dostluq eləməmişik, amma ata kimi mən ona qarşı şey olmuşam, zəhimli olmuşam da, açığı danışım. Mən istəmişəm ki, Nurlan məndən də artıq bir insan olsun, belə, cəmaat içində, onu istəmişəm. İdmana da qoymuşdum onu. İlk dəfə kickboksa qoymuşdum, 4 yaşı vardı, özüm aparıb getirib gəldim, bir yarım apardım, onu getirdim. Sonra judoya zada getdi, elədi, bir də sərbəst güləşə də Xırdalanında getmişdi, çox getmədi. Axırda istəyirdim ki, biraz özünü qoruya bilsin, yardırsa bir də. Əsl valideyn kimi də. Belə bir valideyn, mən istəyirəm, özü məndən çox çəkinirdi. Sonra uşaqlar mənə danışırdılar ki, bir şey alışılır, bir şey elə zarafat eləndə ki, ata o deyəcək, deyir, neyəcəyini atama demir. Bir dəfə bir qonşu var, deyir, etibaramı. Bir dəfə qayıtdım ki, ata o deyəcəm, deyir, nə cəlməlidir ki, atama demədən. Mən ona belə josk olmuşam. Canı içilərin əksəriyyəti. Mən əl olmuşam. Bizə qarşı əl olub, mən də ona qarşı əl olmuşam. Amma həmişə bunu həm yaşlarına otururdular, göz arası gedirdilər, eləyirdilər. Görürsən, harası gedir. Pulum var, həm var. Özüm də çıxardım, əlavə verirdim ona.
ki cibində pulun olsun, yola çıxırsan. İstəməmişəm hardasa Ehtiyatlı kiminsə yaşamaq. yanında şey olsun, ya pis vəziyyətdə qalsın, ya kimsə. Elə dastlıq oldu da. Bir dəfə də zəng vurdu mənə, mən də həyətdə toğluqda saxlayırdım burada. Qaçı ki, atım kiməsə söz verib də, indi biz atım mənə 4 dənə çolpa lazımdır, dedim, gəl apar. Biraz keçdi, ata 5 dənə lazımdır, dedim, gəl apar. Biraz keçdi, dedi, ata 6 dənə lazımdır. Dedim, gəl apar, mən burası bilsən niyə, o dil olurdu, istəmirdim uşaq olsa, orada fərqli olsun ki, sözü düşkün. Ürəyi açıq uşağı da. Ki, nə qədər lazımdır, gəl apar. Bir də görsən ki, zəng vurdu, ata dostuma pul lazımdır. Gücümüz çatan da. Pul lazımdır, gəl. Verirdim yola, belə həmişə istəmişəm ki, kiminsə qabağında əyilməsin, alçalmasın. Elə oldu, mən onu tanımışam Mehtabatdan, mən balaca olsalar. Həmişə o əli görmək istəmişəm, belə həqiqi mənada, belə Azərbaycan kişi görmək istəmişəm. Şükür, Azərbaycan kişi də oldu. O vaxtı Nurlan mənə fəxr edirdi də ki, mənim atam Qarabağ qazisidir, olub da temalar olub. İndi mən ona fəxr edirəm ki, Nurlan kimi o evlad atası olmuşam. Bir tamamladı da. Hamımız gedəcəyik yəni. Bu dünyadan maksimum nəticə mənim üçün Peyğəmbər döyürsənsə şəhidlik. Belə çıxmasın. Maksimum nəticə bu dünyadan mənim üçün. Biz bura köçəndə 2001, 2002-də Nurlan dünyaya gəlib. Burada 3 nömrəli məktəbdə oxuyub, sonra texnikumda oxuyub. Nurlan Mehtaba şəhədidir. Mən də indi 25 ildir Mehtabat cəmaatında çörəyin yerəm. Mən də hələ Mehtabat cəmaatı ilə hələ bir yerdir. Dostlarım var mənim burada. Burada da şəhidlərimiz çoxdur. Mehtabatın qaziləri var. Bu vətən müharibəsində evlatlarımız nə qədər var. Qazilərimiz, veteranlarımız var Mehtabatın. Döyüşüblər. Salam mələkimiz də var. Onlar da sağ olsun, hörmətini saxlayırlar. Mehtabatın da çoxdur şəhidləri. Bizim məhəllədə ondan çox şəhid ailəsi yaşayır. 30-dan çox qazi yaşayır da burada. Hökumət verən evlər, 50 dənə ev paylanıb. Onların hamısı qazi şəhid ailələri. Köçəni da var, rəhməti gedən var, amma yaşayanlar var burada.